Salam, hər vaxtınız xeyir, əziz tamaşaçılar. İnkişaf yolunda verilişinin növbəti buraxılışı ilə sizin qonağınızıq. Bugünkü verilişimizdə biz regionların sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılmasına dair dövlət proqramında bələdiyyələrin rolu mövzusunu müzakirə edəcəyik. Xatırladım ki, regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü il dövlət proqramının prioritet istiqamətləri ilə bağlı bizim əvvəlki verilişlərimizdə də müzakirələrimizi sizə təqdim etmişdik. Bugünkü verilişimizdə studiyamızın qonaqları var. Onları sizə təqdim edirəm. Studiyamızın qonağı Samir Əliyev, Bələdiyyələrin İnkişafı naminə Alyansın eksperti və İqtisadi Forum jurnalının baş redaktoru. Samir bəy, xoş gəlmişsiniz. Çox sağ olun. İkinci qonağımız Rəcəb İmanov, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, iqtisadçı. Xoş gəlmişsiniz, Rəcəb bəy. Əziz tamaşaçılar, verilişimizin mövzusuna keçirik və ilk olaraq mən sualımı Samir müəllimə ünvanlayıram. Samir müəllim, sizin iqtisadçı ekspert kimi bir sıra analitik yazılarınız mətbuatda xeyli, demək olar ki, mətbuat səhifələrində tamaşaçılarımıza tanışdılar, tamaşaçılarımız sizin iqtisadi analizlərinizlə və mən istəyərdim ilk sualı bələdiyyələrin inkişafı naminə Alyansla bağlı bir qədər məlumat verəsiniz. Çünki Alyans yerli özünün idarənin Azərbaycanda inkişafı ilə bağlı məsələlərin tədqiqi ilə məşğuldur və bu tədqiqat işində də sizin çox mühüm rolunuz var. Bununla əlaqədə bir neçə kəlmə tamaşaçılarımıza məlumat verərdiniz. Sonra mövzumuzun müzakirəsinə keçək. Buyurun. Mən təşəkkür edirəm sizə də və El televiziyasına ki, bu mövzunu müzakirəyə çıxarıb. Çünki biz bu sahədə müəyyən işlər görürük, araşdırmalar aparırıq, tədbirlər keçiririk və əsas məqsəd Azərbaycanda yerli özünü idarənin inkişafına nail olmaqdır. Və bu işimizi, bu gücümüzü daha da effektiv, daha da məqsədə nail olmağa yönəlik nəticələr əldə etmək üçün biz bir alyans yaratdıq. Yəni 7 təşkilat, hansı ki Azərbaycanda yerli özünü idarənin inkişafından məşğul olur, birləşib bir alyans yaratdı və bu alyansın adı siz də qeyd etdiyiniz kimi Bələdiyyələrin İnkişafı naminə QHT Alyansı adlanır. Alyansın təbii ki məqsədi Azərbaycanda yerli özünü idarənin inkişafı, bu sahədə həyata keçirilən təşəbbüslərin dəstəklənməsi və Azərbaycanda yerli özünü idarənin real yerli hakimiyyətə çevrilməsinə nail olmaqdır. Bununla bağlı təbii ki bizim öz strategiyamız var, strateji planımız var. Növbəti 3-4 il üçün strateji plan tərtib etmişik və əsas məqsəd Azərbaycanda yerli özünü idarənin inkişafına yönəlik tədbirlər sistemini həyata keçirməkdir. Bura daxildir mövcud qanunvericiliyin araşdırılması, beynəlxalq təcrübələrin öyrənilməsi və həm bu təcrübələrin Azərbaycana şəraitinə uyğunlaşdıraraq Azərbaycana tətbiqi. Bundan başqa müəyyən bir problemlərin ictimai müzakirəsini təşkil etmək və yaxud hər hansı bir problemlərin həlli istiqamətində milli və yerli səviyyədə vəkillik kampaniyasını aparmaq, sonra müəyyən bir araşdırmalar aparmaq və araşdırma nəticəsində ümumiyyətlə mövcud olan problemləri aşkara çıxarmaq və yaxud da ki, problemlərin həllinə yönəlik təklifləri, tövsiyələri hazırlayaraq hökumətə, hökumətin müvafiq qurumlarına təklif etməkdir. Yəni, əsas fəaliyyətlərimiz bundan ibarətdir və biz fəaliyyətimizi Azərbaycan çərçivəsində yox, təkcə eyni zamanda xarici, beynəlxalq istiqamətlərdə gücləndiririk və müxtəlif beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurasının müxtəlif qurumlarla biz əlaqələrimizi getdikcə gücləndiririk və əsas məqsəd təbii ki, Azərbaycan, yəni yerli özünü idarəyə dair Avropa Xartiyasının tələblərinə yerinə yetirilməsi istiqamətindəki təşəbbüsləri daha da gücləndirmək və uğurlu layihələri, uğurlu təcrübələrin Azərbaycan tətbiqinə nail olmaqdır. Yəni, ümumilikdə qısa olaraq bizim alyansın fəaliyyəti haqqında bu qədər demək olar. Təşəkkür edirik. Mən bildiyimə görə bələdiyyələrin inkişafı naminə alyansın dövlət proqramlarının icrasında, o cümlədən bir sıra ölkə əhəmiyyətli məsələlərdə yaxından iştirak eləyir bu alyans
və sizin Avropa Şurasının yerli özünüidarə sahəsində mühüm strukturu, yəni ən əsas strukturu olan yerli və regional hakimiyyətlər konqresi ilə sıx əlaqəniz var və bu əlaqə haqqında da bir qədər qısa məlumat verərdiniz əziz tamaşaçılarımıza və məlumatdan əvvəl tamaşaçılarımızın diqqətinə çatdırım ki, bizim müzakirələrimizə qoşulmaq üçün ekranlarınızda gördüyünüz telefon nömrəsi vasitəsilə verilişimizə dair təklif və rəylərinizi və o cümlədən müzakirə olunan məsələlərə dair fikirlərinizi bildirə bilərsiniz. Bizim telefon nömrələrini xatırladıram. 022 336 72 72 telefon nömrəsi vasitəsilə canlı efirimizə birbaşa qoşularaq interaktiv canlı bağlantı vasitəsilə öz təklif və rəylərinizi bildirə bilərsiniz. Buyurun, sual aydındır. Konqreslə bağlı təbii ki, alyansın əlaqələrini. Çox sağ olun. Təbii ki, biz bayaq da qeyd etdiyimiz kimi fəaliyyətimizi beynəlxalq səviyyədə də gücləndirməyə çalışırıq, qurulmağa çalışırıq. Nəzərə alsaq ki, Azərbaycan Avropa Şurasının üzvü olub və 2001-ci ildə yerli özünü idarəyə dair Avropa Xartiyasını qəbul edib, onun bəzi müddəalarını qəbul edib və həmin xartiyə əsasən Azərbaycan öhdəlik götürüb ki, öz ərazisində yerli özünü idarə inkişaf etdirəcək. Yəni, konkret olaraq səlahiyyət veriləcək bələdiyyələrə və bu səlahiyyətə uyğun da maliyyə imkanları ilə təmin ediləcəkdir. Bununla bağlı biz deməli, bayaq qeyd etdik, adını çəkdiyimiz konqreslə sıx mütəmadi əlaqələr yaradırıq. Oranın konqresin prezidenti ilə, baş katibi ilə bizim ayrı tədbirlərdə, beynəlxalq tədbirlərdə görüşlərimiz olub və onlar Azərbaycanda yerli özünü idarənin inkişafı istiqamətində gedən proseslərlə maraqlanıblar. Bununla bağlı biz fikir mübadiləsi aparmışıq, müzakirələr aparmışıq və onlar öz baxışlarını bununla bağlı bildiriblər. Biz öz baxışlarımızı bildirmişik. Bundan başqa monitoring qrupu ilə bizim əlaqələrimizə biz, yəni xatırladım ki, monitoring qrupu aprel ayının əvvəli Azərbaycanda oldu və onlar Azərbaycanda yerli özünü idarənin vəziyyətini qiymətləndirmək üçün missiya qrupu gəlmişdi Azərbaycana bir neçə nümayəndə heyəti ilə bağlı və onlar Azərbaycan bu xartiyanın tələblərinə nə dərəcə riayət etməsini qiymətləndirirlər və sonuncu belə qiymətləndirmə 2003-cü ildə həyata keçirilmişdi və ondan sonra hər hansı bir monitoring aparılmamışdı. Ancaq sonradan Avropa Şurasına müəyyən islahatlar getdi 2-3 il bundan öncə və bu islahatlar nəticəsində belə qərara gəlindi ki, ümumiyyətlə bu üzv ölkələr öz tələblərini yerinə yetirməkdən bağlı sərt monitoring aparmaq lazımdır ki, görək nə dərəcədə bunu yerinə yetirirlər və belə qərar gəlindi ki, ən azı 5 ildən bir bu proses aparılsın. Məsələn, ola bilər bəzi ölkələrdə var ki, onlarda vəziyyət daha acınacaqlıdır və bu ölkələrdə ola bilər ki, bu 5 il müddətində 2 dəfə, 3 dəfə belə bir missiya həyata keçirilsin. Biz, yəni bu monitoring qrupundan mütəmadi əlaqələr saxladıq. Onlar burada görüşlər keçirdi müxtəlif dövlət qurumlarından və yaxud da ki, parlamentin üzvləri ilə müxtəlif bələdiyyələr görüşlər keçirdi və eyni zamanda qeyri-hökumət təşkilatlarla da görüşdülər və yerli özünü idarəni qiymətləndirdilər və sizə deyim ki, artıq bununla bağlı hesabat hazırlanıb Azərbaycanın yerli özünü idarənin vəziyyətinə dair. Oktyabrın 16-sı və 18-i tarixlərində Avropa Şurasında yerli və regional hakimiyyətlər konqresinin növbəti yığıncağı keçiriləcək. Orada plenar sessiya, payız sessiyası 23-cü sessiya keçiriləcək. Bu hər il təxminən keçirilir və burada bəzi ölkələr, o cümlədən Azərbaycandakı yerli özünü idarənin vəziyyəti orada müzakirə ediləcək, təhlil ediləcək, müzakirə ediləcək və təbii ki, orada Azərbaycanın da müvafiq qurumları, istər dövlət qurumları, istərsə də parlamenti təmsil edən nümayəndə heyəti təmsil olunur və təbii ki, həmin qiymətləndirmə nəticəsi olaraq Avropa Şurası öz münasibətini bildirəcək. Rəyin verəcək. Öz rəyini verəcək Azərbaycan. Bəli. Təşəkkür edirik. Növbəti sualımız Rəcəb bəyədir. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, sizin təşkilat da bələdiyyələrin inkişafı naminə, həm bələdiyyələrin inkişafı naminə alyansın üzvü kimi, həm də ayrıca olaraq İqtisadi Tədqiqatlar Mərkəzi olaraq bələdiyyələrin inkişafı sahəsində indiyənə qədər xeyli uğurlar əldə edibdir. Yəni, həm tədqiqat belə demək, sənədləri baxımından, hazırlanması baxımından, həm də ümumilikdə bələdiyyələrlə birgə iş sahəsində ümumiyyətlə respublikada olan bələdiyyələrlə bir sıra layihələr icra eləmişsiniz. Bu haqda tamaşaçılarımıza bir qədər məlumat verərdiniz. Çox sağ olun, Rəmis müəllim. Mən də öz adımdan bütün bizi izləyən tamaşaçılarınızı salamlayıram.
Bəli, bayaq Samir müəllim də qeyd elədiyi kimi, biz həm alyans olaraq, həm də İqtisadi Tədqiqatlar Mərkəzi olaraq bələdiyyələrin müxtəlif sahələrdə deməli fəaliyyətinin gücləndirilməsi istiqamətində tədqiqatlar aparmışıq. Burada bütün sahələri, əsas sahələri sayaraq mən qeyd eləmək istəyirəm ki, bələdiyyələrin maliyyə məsələsi, səlahiyyət məsələsi, bələdiyyələrin elektronlaşması ilə bağlı, bələdiyyələrin vergi məsələlərinin tənzimlənməsi ilə bağlı, bələdiyyə vətəndaş münasibətlərinin formalaşmasının belə deyək, inkişaf etmiş institutlarda, dövlətlərdə ölkədə tətbiqi və inkişaf etdirilməsi məsələsi daimi bizim prioritet deməli mövzu olmuşdur. Təşəkkür edirik. Növbəti sualım yoxsulluğun azaldılması proqramında bələdiyyələrə hansı səlahiyyətlərin verilməsi məsələsi. Çünki əziz tamaşaçıların da diqqətinə çatdıraq ki, Milli Məclisin payız sessiyasında da bununla bağlı müzakirələr aparılıb, həm də komitələrdə, regional komitədə də bununla bağlı müzakirə aparılıb ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi artıq gündəmdədir və bununla bağlı Samir müəllim nə deyə bilərsiniz? Çünki siz özünüz həmin müzakirələrin içərisində olmusunuz. Siz çox aktual mövzuya toxundunuz Azərbaycan üzrə. Çünki artıq uzun müddətdir Azərbaycan müstəqillik qazanıb və ölkənin qarşısında bir sıra prioritetlər durur hazırda və prioritetlərdən biri də yoxsulluğun azaldılmasıdır. Yəni əhalinin həyat səviyyəsinin yüksəldilməsi və onların belə deyək, tələbatının, maddi və mənəvi tələbatının ödənilməsinə nail olmaqdır. Buna görə də bu yoxsulluq məsələsi dövrü olaraq müzakirə edilir, istər dövlət səviyyəsində, istər parlament səviyyəsində, istərsə də vətəndaş cəmiyyəti, yəni qeyri-hökumət təşkilatları və mətbuatın timsalında. Buna görə də bu yoxsulluq azaldılması istiqamətində addımlar biz dedikdə, təbii ki, burada bir sıra elementlər, bir sıra məsələlərə toxunuq və burada təbii ki, ilk növbədə dövlətin bu istiqamətdəki addımları yanaşmasıdır və dövlət bunun aradan qaldırmaq üçün müəyyən bir proqramlar həyata keçirir. Proqramlar vasitəsilə tutaq ki, insanların əmək haqqlarının artırılması və yaxud da müəyyən bir iş yerlərinin açılması, yəni bu tipli tədbirlər görməklə bir növ əhalini işlə təmin edir və işlə təmin olan əhali müəyyən gəlir əldə etdiyinə görə onların yoxsulluq belə deyək, səviyyəsi ölkədə ümumilikdə azalır. Yəni bu dövlət tərəfindən atılan addımdır. Və burada təbii ki, bələdiyyələrin də üzərinə güc düşür. Çünki bələdiyyə bu gün əhaliyə, vətəndaşlara ən yaxın olan qurum hesab olunur. Yəni bu bütün dünyada belədir və Avropa Şurasının ayrı-ayrı tövsiyələrində bu birmənalı olaraq qeyd edilir ki, bələdiyyələr vətəndaşlara ən yaxın idarə etmə orqanı olduğuna görə onlar bu problemləri daha yaxşı, daha dərindən bilir. Yəni ola bilər dövlət mərkəzi, paytaxtda oturan dövlətin hansı bir nümayəndəsi bu problemləri tam əldə edə bilməz, məlumatlı olmaya bilər. Amma bələdiyyə birbaşa əhalinin içində olduğuna görə, birbaşa əhalidən kontaktda olduğuna görə, əlaqədə olduğuna görə və onlar bu problemi dərindən bilir. Buna görə də bütün dünyada, yəni Avropa Şurasının da tövsiyəsi belədir ki, onlar yoxsulluğun azaldılması məsələsinə bir növ bələdiyyələrin rolunu bu işdə daha yüksək qiymətləndirirlər və bu problem həllinə bələdiyyələrə əlavə səlahiyyət verilməsi kontekstində yanaşırlar. Çünki bugün məsələn istər Dünya Bankının yanaşmasında, istərsə də ayrı-ayrı maliyyə və Avropa beynəlxalq institutlarının yanaşmasında belədir ki, yoxsulluğun azaldılması təkcə əhalinin gəlirlərinin artması demək deyil. Yoxsulluğun azalması həm də əhalinin keyfiyyətli sosial xidmətlərə çıxışı təmin etməkdir. Yəni ola bilər insanların gəliri artır, ancaq bu sosial xidmətlərin keyfiyyəti aşağı olduğundan insanlar bundan bəhrələnə bilmir. Yəni bu baxımdan sosial xidmətlərin keyfiyyətinin artması, əhalinin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, daha da yaxşılaşması bir növ yoxsulluğun azaldılmasının əsas prioritet sahəsi hesab olunur. Ona görə də belə qiymətləndirilir ki, sosial xidmətləri mütləq bələdiyyələr həyata keçirməlidir və onlar əhalinin problemlərini dərindən bildiyinə görə bir növ əhalidən daxil olan iradları, narazılıqları və yaxud da ki, rəy və təklifləri onlar daha yaxın dərindən bilirlər və onu öz fəaliyyətlərinə tətbiq etməklə sosial xidmətlərin keyfiyyətini daha da yüksəldirlər. Ona görə də belə hesab olunur ki, mütləq bələdiyyələr
sosial xidmətləri göstərən bir quruma çevrilməlidir. Bizdə də müxtəlif proqramlarda istər yoxsulun azaldılması ilə bağlı qəbul edilmiş 2008-2015-ci il proqramı, istər regionların sosial-iqtisadi inkişafına bağlı proqramı, istərsə digər sahəvi proqramlar var ki, yəni onların təbii ki, hər biri ümumilikdə götürəndə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəlik bir proqramlardır. Bu baxımdan bələdiyyələrə səlahiyyətlər verilməsi həmin proqramlarda da göstərilir ki, bələdiyyələr müəyyən bir səlahiyyətlər verilməlidir. Ancaq bugün yəni biz ekspert olaraq hesab edirik ki, bələdiyyələrin səlahiyyətləri arzu olunan səviyyədə deyil. Yəni bugün baxmayaraq ki, 99-cu ildə yaradılıb, artıq 13 il, yəni 99-cu ildə doğulan insanın bugün 13 yaşı var. Yəni 13 il insan üçün kifayət edir ki, müəyyən bir təcrübə yığsın. Yəni, nəzərə alaq ki, bizim müstəqilliyimizin də ömrü bir o qədər çox deyil. Yəni bizim müstəqilliyimiz yəni Azərbaycan dövləti, Azərbaycan bələdiyyəsindən 7 yaş. Ömrü yox, daha doğrusu müddəti. Ömrü inşallah əbədidir. Yox, təbii. Yəni Azərbaycan dövləti bələdiyyədən cəmsi 7 yaş böyükdür. Yəni nəzərə alsaq ki, 7-8 yaş, 91-ci ildə müstəqillik qazanmışıq. Yəni bu müddətdə təbii ki, əgər Azərbaycan dövləti bir çox belə deyək də uğurlara, idarə etmə qabiliyyətinə yiyələnibsə əgər, deməli, niyə bələdiyyələr bunu bacarmasın? Ona görə də bələdiyyələrin mənim fikrimcə səlahiyyətlərin verilməsi və bu səlahiyyətlərə uyğun olaraq maliyyə imkanlarının təmin edilməsi bu daha vacibdir. Çünki bu son nəticədə yoxsulun azaldılmasına gətirib çıxaracaq. Çünki Azərbaycanda biz bilirik ki, 1718 bugün bələdiyyə var. Yəni biz xatırladım ki, 2009-cu ildə Azərbaycanda bələdiyyələr birləşdirildi, sayı azaldıldı. Əgər ona qədər 2757 bələdiyyə var idisə, 2009-cu ildə aparılmış birləşmə əməliyyatından sonra bu hardasa 1718-ə qədər azaldıldı. Yəni onu qeyd edim ki, bugün bələdiyyələrin birləşməsi, sayının azaldılması prosesi bütün dünyada gedir. Yəni təkcə Azərbaycanda yox, bütün dünyada, o cümlədən keçmiş SSR ölkələrində bu proses gedir və bu proses həm də regional islahatlar kontekstində gedir. Yəni bugün artıq ayrı-ayrı ölkələrdə, o cümlədən MDB ölkələrində, misal üçün qonşu Gürcüstanı da misal çəkə bilərəm, Rusiyanı çəkə bilərəm ki, idarə etmə artıq regional xarakter daşıyır, regionallaşma prosesi gedir və bu regional islahatların fonunda təbii ki, bələdiyyələrin sayı azaldılır və bugün Azərbaycanda bayaq qeyd etdik ki, 1718 bələdiyyə var, onun çox böyük əksəriyyəti, hardasa 85%-ə qədər kənd bələdiyyələridir. Yəni bu deməkdir ki, bələdiyyələrin bugün böyük əksəriyyəti kənd yerlərində yerləşir və deməli, yəni araşdırmalar da onu göstərir ki, kənd əhalisi şəhər əhalisinə nisbətən daha yoxsuldur. Və buna görə də deməli kənd bələdiyyələrinin üzərinə, Azərbaycan bələdiyyələrinin üzərinə daha çox böyük yük düşür və bu baxımdan yəni bizim araşdırmalar da onu göstərir, bizim səfərlərimiz onu göstərir ki, doğrudan da bələdiyyələrin üzərinə çox böyük yük düşür. Əhali hər hansı bir problem olduqda, hətta bələdiyyənin səlahiyyətinə aid olmayan məsələlərdir. Məsələn, işıqla bağlı, qazla bağlı, sudan bağlı bir problem olduqda bələdiyyənin üstünə qaçır. Bəli, ilk növbədə bələdiyyənin üzərinə qaçır. Yəni burada təbii ki, müəyyən bir haqlı belə deyək, məsələlər də var. O baxımdan ki, insanlar bir çox hallarda bilmir problemin həlli üçün kimə müraciət etsin və ilk olan qarşısına çıxan bələdiyyə olduğuna görə və bələdiyyə digər qurumlardan müqayisədə daha əhaliyə açıq olduğuna görə bir növ insanlar bələdiyyənin üzərinə qaçır. Və buna görə də, yəni bu dünya təcrübəsində sınaqdan çıxmış bir məsələdir ki, buna görə də bütün dünyada bu xidmətlərin bələdiyyəyə verilməsinə üstünlük verilir. Yəni qazdır, sudur, işıqdır və digər məsələlərin bələdiyyələr vasitəsilə insanlara çatdırılmasına daha çox üstünlük verir və bələdiyyələr də bunu ya birbaşa özləri həyata keçirə bilər, ya dolayısı yola tutaq ki, hər hansı bir müəssisə yaratmaq yolu ilə həyata keçirə bilər və yaxud da ki, bir vasitəsilə etməklə, yəni konkret olaraq hər hansı bu sahədə xidmət göstərən özəl şirkətlərin bu işə cəlb edilməsi yolu ilə həyata keçirə bilər. Həm də mən üzr istəyirəm, Rəcəb bəy, həm də bu sahədə mümkündürmü ki, yəni bələdiyyələr, Samir bəy qeyd elədi bayaqları, bələdiyyələrin xidmət sahəsinin yaxşılaşdırılması məsələsində bələdiyyələrin rolu necə ola bilər? Məsələn, bələdiyyələrə indi səlahiyyət verilir ki, əslində qanunla bələdiyyələr yarandıqdan bələdiyyələrin statusu haqqında qanunda var ki, bələdiyyələrin idarə strukturları, hüquqi şəxs yaratmaq hüququ var və idarə strukturları, yəni məhdud məsuliyyətli cəmiyyətlər və s. digər sahələrlə bələdiyyələr rəqabətli xidmət sahəsi yaradaraq əhaliyə təqdim olunan xidmət sahəsini
genişləndirə bilər, deyilmi? Bilirsiniz, Rasim müəllim, məsələ belədir ki, indi bələdiyyələrin xidmət sahələrini genişləndirmək, onların səlahiyyət imkanlarını genişdirmək deməli mövzularına toxunduqda bəzən səsləndirilir ki, bələdiyyələr buna hələ hazır deyil, bələdiyyələr bu istiqamətdə hələ müəyyən bir yol keçməlidir. Bilgilər əldə eləməlidir, bəli. Ancaq mən təcrübədən çıxış eləyərək qeyd edirəm ki, bayaqları da adını çəkdik, biz müxtəlif istiqamətlərdə ölkənin müxtəlif yerlərində olan bələdiyyələrlə əməkdaşlıq eləyirik və bu əməkdaşlıq nəticəsində tutaq ki, biz ictimai iştirakçılıqla bağlı hər hansı bir tutaq ki, bələdiyyənin bilik və bacarıqlarının artırılması istiqamətində artıq onları müəyyən bir təlim keçdikdən sonra sonda görürsən ki, nəticə əldə olunur, bələdiyyə və vətəndaşlar arasında bax bu istiqamətdə münasibətin formalaşmasında artıq bir irəliləyiş hiss edirsən. Və yaxud da ki, bələdiyyələrin komiterləşməsi məsələsində ilk növbədə komiterdə işləməyən, hər hansı bir deməli proqramda işləməyən bələdiyyələr üçün komiterləşmə məsələsi ilə bağlı müəyyən bir iş gördükdən sonra baxırsan ki, artıq burada müəyyən bir irəliləyişlər var. Əslində bu da elektron hökumət barədə Azərbaycan Respublikası Prezidentinin verdiyi fərmana uyğundur. Yəni bələdiyyənin eləsi olur ki, kompüteri heç açıb bağlamağı bilmədiyi halda bir təlimdən, bir neçə öyrətmədən sonra demək olar ki, hətta vergi ilə bağlı proqramı da idarə edə bilir. Bəli, mən indi o mövzuya qayıdacağam. Yəni bunların deməkdə mənim məqsədim ondan ibarətdir ki, bax həmən dediyiniz o xidmət sahələrini genişləndirmək, bələdiyyələrin xidmət göstərən qurumlarını formalaşdırmaq üçün ilkin addımlar atılmalıdır. Onları Samir müəllim də toxunduğu kimi həm səlahiyyət məsələsində, həm maliyyə məsələsində onlara müəyyən imkanlar yaradılmalıdır ki, mərhələli şəkildə onlar da bunu keçsinlər. Yenə deyirək, Samir müəllim də toxundu, 13 il az müddət deyil, 13 il müddətində müəyyən deməli pilot qaydada qeyd elədim kimi, mərhələli qaydada bu məsələlərini irəlilətmək mümkündür ki, məhz qeyd elədiyim kimi artıq təcrübələr də var ki, bu təcrübələr keçdikcə həmən məsələləri reallaşdırmaq olar. Təşəkkür edirik. Samir müəllim, Milli Məclisdə müzakirə də olunubdur və Bələdiyyələrin İnkişafı naminə Alyansın saytı var. Hörmətli tamaşaçıların diqqətinə çatdırım ki, bu saytda sırf olaraq Azərbaycanda yerli özünüdarənin inkişaf məsələləri qoyulur. Lokaldemokrasi.az saytı, düzdürmü? Demək, orada da bugünkü məlumatda əsasən bildirilir ki, bələdiyyələrin səlahiyyətlərinin artırılması gözlənilir. Hansı səlahiyyətlər artırılması ehtimal olunur? Təbii ki, bələdiyyələrin bələdiyələr səlahiyyətlərinin verilməsi və yaxud da ki, bu səlahiyyət həddinin nədən ibarət olması, hansı həddən ibarət olması müzakirəsi uzun müddətdir gedir Azərbaycanda və burada fikirlər haçalanır. Bir qism hesab edir ki, bələdiyyələr kifayət qədər səlahiyyət vermək lazımdır. Bir qism hesab edir ki, bu səlahiyyətlərin öhdəsindən gələ bilməz bələdiyyələr, hələ tezdir və müəyyən bir qism hesab edir ki, heç olmasa tədricən bu səlahiyyətlər, yəni getdikcə bu müəyyən bir səlahiyyət vermək olar, bir müddət keçəcək, belə hissə ötürülmə. Bizim bir ekspert olaraq yanaşmamız budur ki, bələdiyyələrə səlahiyyətlər verilməlidir. Yəni biz də demirik ki, bu səlahiyyətlər birdən-birə verilsin, hamısı. Bu proses tədricən aparılmalı idi bu vaxta qədər və indən sonra da gec deyil. Yəni bu proses davam etdirilməlidir. Bunu Avropa Şurası tələb edir. Bunu bizim qonşu ölkələr, ətrafımızda yerləşən ölkələrdə yerli özünün dairə sahəsində aparılan islahatlar da bunu göstərir ki, əvvəl-axır bələdiyyələr, yəni bu səlahiyyətlər bələdiyyələrə veriləcək və bu bələdiyyələrə bu səlahiyyətlər əgər tədricən verilərsə, bu daha uğur qazanar. O baxımdan ki, həm bələdiyyələr təcrübə yığar, həm də ki, birdən-birə çoxlu səlahiyyətin fonunda itib batmaz. Çünki bugün bələdiyyə, yəni yerli özünün dairə sahəsində mən deyərdim ki, əsas problemlərdən biri də kadrdır.
Yəni bunu da haqlı olaraq bəzən bildirirlər ki, bələdiyyə kadrlarının imkan vermir ki, bu onlara veriləcək səlahiyyətləri həyata keçirsin. Təbii, mən bugün bələdiyyə yerli özünü idarədə kadrların aşağı səviyyədə olmasını bir nəticə kimi qiymətləndirirəm. Ona görə ki, əgər bələdiyyələrə kifayət qədər səlahiyyət verilsəydi, bu kadrların da, yəni kifayət qədər kadr da olardı bələdiyyələrdə və bunlar xidmət göstərərdi. Ancaq uzun müddət səlahiyyət verilmədiyindən bələdiyyələrdəki maliyyə imkanları aşağı olduğundan savadlı kadrlar bələdiyyələri, yəni yerli özünü idarə qurumlarını tərk etməyə başladılar. Ya dövlət qurumlarına müxtəlif, ya da özəl biznesə, yəni üz tutmağa başladı. Və bunun nəticəsi olaraq bugün doğrudan da bələdiyyə kadrlarının hazırlıq səviyyəsi, yəni arzu olunan səviyyədə deyil. Amma səlahiyyətlər verilərsə, bu yerdə bir növ kadrların belə tələbat yaranacaq bu bələdiyyə kadrlarına. Çünki bələdiyyə öz işçisinə əmək haqqı da verə biləcək. Bugün nəzərə alaq ki, ölkədəki bütün bələdiyyələrin gəlirləri ümumilikdə, məsələn, 2011-ci ildə olubdur 34,7 milyon manat. Yəni, ən çox 13 il ərzində bələdiyyənin inkişafı tarixində ən çox 2007-ci ildə qeydə alınıbdır. Bu da 50 milyon manat. Yəni, bunu biz bələdiyyələrin sayını böldükdə orta hesabla təxminən 16 min, 18 min manat eləyir bir ildə. Və nəzərə alsaq ki, 85% bizə kənd bələdiyyələrdir və kənd bələdiyyələrinin də büdcəsi 4-5 min civarında dəyişir. Yəni 4-5 min manat büdcəsi olan bələdiyyə, bələdiyyə sədrinin bir illik maaş eləmir. Yəni bunu həyata keçirmək üçün təbii ki, bələdiyyənin mali imkanları olmalıdır ki, əlavə mühasib gətirsin və yaxud da ki, digər işçiləri öz işinə cəlb eləsin. Mali imkanı zəif olduğundan bu kadr da yoxdur və kadr olmadığına görə də sabah səlahiyyət verəcəyi təqdirdə bu sahələri yerinə yetirməklə bağlı problem olacaq. Bu gün var, müzakirələr gedir və müzakirədən ibarətdir ki, bələdiyyələrə müəyyən bir səlahiyyətlər verilsin və bu səlahiyyətlər təbii ki, mənzil idarəçiliyi sferasında ola bilər. Yəni qanunda bu verilib, mənzil məcəlləsində bələdiyyələrə müəyyən bir səlahiyyət. Kommunal sistemin idarə olunması. Bəli, kommunal sistemin, yəni biz bilirik ki, bizdə 82-ci ildə qəbul edilmiş mənzil məcəlləsi fəaliyyət göstərirdi SSR dövründə. Sonra 2009-cu ildə Azərbaycanın özünün müstəqil məcəlləsi, belə deyək, mənzil məcəlləsi qəbul edildi və həmin mənzil məcəlləsində artıq bələdiyyələrə müəyyən səlahiyyətlər verildi ki, bu bələdiyyələr bu mənzil idarəçiliyində rol oynasın. Burada daha çox bələdiyyələr idarəetmə mexanizminin seçilməsi istiqamətində vasitəçilik etmək və yaxud da ki, hər hansı bir belə deyək, müsabiqələrin keçirilməsi, tutaq ki, hər hansı bir binanın idarə edilməsindən bağlı əgər orada nəzərdə tutulur ki, kondominiumlar yaradılmalıdır. Bu bizdə qanunvericilikdə bu mənzil mülkiyyətçilərin müştərək cəmiyyəti adlanır. Üzr istəyirəm. Bizim Samux rayonundan telefon bağlantısı var tamaşaçımızla. Alo. Özünüzü təqdim edin. Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edin. İdris müəllim. Aha. Buyurun, buyurun. Sualınızı verin. Yaxşı, aydındır. Aydındır. Mən sadəcə telefon görünür texniki müəyyən səbəblər ya da sual verən tamaşaçı bir qədər aydın ya telefonun dəstəyini uyğun tutmamışdı. Mən sadəcə bir aydın oldu ki, bələdiyyələrə səlahiyyət verilməyibdir. Onlar çox aşağı imkanlardan. Əslində bizim müzakirə etdiyimiz mövzuya uyğundur. Buyurun, davam eləyin fikrinizi. Yəni bayaq qeyd etdiyimiz kimi orada nəzərdə tutulur ki, əhali ümumiyyətlə 3 idarəetmə forması mənzillər, yəni söhbət çox mərtəbəli mənzillərdən gedir. Yəni, təbii ki, şəhər yerləri nəzərdə tutulur. Yevlax rayon özündə də çox mərtəbəli binalar var. Burada söhbət ona gedir ki, 3 idarəetmə forması nəzərdə tutulur mənzil məcəlləsinə görə. Söhbət ona gedir ki, birinci idarəetmə forması mənzil mülkiyyətçilərin özləri tərəfindən həyata keçirilir. İkinci, onların birgə cəmiyyəti, yəni bu
bayaq qeyd etdiyim kondominiumlardır ki, bunun adı bizdə qanunvericilikdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti adlanır, amma beynəlxalq aləmdə buna kondominium deyirlər. Yəni ayrı ölkələrdə bunun adı fərqli ola bilər, amma mahiyyəti eynidir. Mən üzr istəyirəm, yenə bir telefon zəngimiz var. Şəkidən Ədalət. Alo? Rasim müəllim, axşamınız xeyir. Axşamınız xeyir. Xahiş edirəm, televizorun səsini bir qədər aşağı salın ki, danışmaq effekti yaxşı alınsın. Buyurun. Sağ olun. Sualınızı verin. Rasim müəllim, Bəli. sizi və o ekranda olan yoldaşların hamısına salamlayıram. Təşəkkür edirik. Sağ olun. Çox sağ olun. Mən 1999-cu ildə dekabrda bələdiyyə seçilmişəm yüksək səslə. Biliyoruz, məni orada oxşun mavin seçdilər, sonra təsarrufatını seçdilər. Kənd bələdiyyəsidir, üzr istəyirəm. Dəyərli kənd bələdiyyəsi, Şəkirənin dəyərli kənd bələdiyyəsində. Bir qədər tez-tez danışın, xahiş edirəm. Buyurun. Peki. Bəli, eşidirik, tez-tez. Oxşun, birinci beşlikdə yüksək səslə mən bələdiyyə olmuşam, ikinci beşlikdə yüksək səslə bələdiyyə olmuşam. Bu üçüncü beşlikdə oxşun mən, adım orada olmuyor. Yəni ki, nümayəndələr gəlib yerdə xalqdan hər şeyi öyrənərlər öz yerində. Bizdə 160 hektar üzüm bağı var. Bu, məsələn, mən özüm çox çalışmışam. Əslində, özünüz bilirsiniz ki, biz yanvar, fevral, mart aylarında bir müqavilə bağlanmıyor. Hayır, adıca. Kimdən nəsə ki, cəmaatın nəsə üzüm baxılmaq üçün təhvil verməyə. Bir qədər konkret xahiş edirəm. Bir qədər konkret nədir? Yəni, sizi narahat edən məsələ nədir? Bax, hal-hazırda bağlarımızda baş gedir. Bəli. Bizim nəsə bu kəndimizdə texnika da çatışmır. Mən onu qıraqlardan gətirirəm. Hələ bələdiyyə güzələm, qoymayıblar da, mən seçilməmişəm. Hal-hazırda o işləri aparam, amma yenə mən də köməksiz qalıram. Səlahiyyətim yoxdur, köməksiz qalıram. Yəni, mən istərsəmə tərəmdir ailəmə, vicdanına görə mən deyirəm. Mənə yəni kömək lazımdır ki, kəndin üzümünə də kömək lazımdır. Kəndin texnikasına kömək lazımdır. Yəni, bələdiyyələri seçəndə mənə gəlir ki, prezidentin bir də sözümə, xoşuma gəlir ki, qabiliyyət də lazımdır. Aydındır. Oraya qabiliyyət lazımdır. Aydındır. Çox sağ olun. Aydındır. Təşəkkür edirik. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli olasınız. Sevgili seyircilər, tamaşaçımızın sualı əsasən mən belə başa düşdüm ki, kənd təsərrüfatı sahəsi ilə məşğul olan Sərbəz Azad sahibkardır və vaxtı ilə bələdiyyə üzvü olubdur və bizim efir vasitəsilə də məhz həmin vətəndaşın bələdiyyəsinə biz müraciət edirik ki, bu sahibkara lazımi köməklər, təbii ki, imkan daxilində lazımi köməklər edəcəkdir. Biz ümidvarıq ki, müvafiq orqanlarda sahibkarlığın inkişafına dair dövlətin göstərdiyi qayğıya uyğun olaraq həmin vətəndaşa lazımi köməklik göstəriləcəkdir. Əziz tamaşaçılar, indi qısa fasilə vaxtıdır. Bizdən ayrılmayın. Çox qısa bir fasilədən sonra müzakirəmizi davam elətdirəcəyik. Qısa fasilədən sonra yenidən müzakirəmizi davam elətdiririk. Xatırladıram ki, bugünkü müzakirəmiz regionların sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılmasına dair dövlət proqramlarının icrasında bələdiyyələrin rolu mövzusudur. Bununla əlaqədar bizim studiyanın qonaqlarına yenidən müraciət edirik biz. Samir müəllim, fikrinizi davam elətdirin. Buyurun. Kommunal sahənin idarə olması ilə bağlı bələdiyələrin yəni orada bayaq da qeyd etdik, ikinci forma bu kondominiumlardır. Üçüncü forma idarəedici təşkilatların cəlb edilməsidir. Yəni bələdiyyə tutaq ki, orada nəzərdə tutulur ki, əgər 6 ay müddətində bu bayaq adını çəkdiyim kondominiumlar yaradılmazsa, bələdiyyə ümumi yığıncaq keçirir. Əhalini yığır bir yerə, ümumi yığıncaq keçirir. Və bir il müddətində əgər hər hansı bir qurum yaradılmazsa, kondominiumlar yaradılmazsa və yaxud da fəaliyyət yaradılsa da fəaliyyət göstərməzsə, bu halda bələdiyyə müsabiqə keçirir və müsabiqəyə ümumiyyətlə özəl şirkətləri cəlb edir ki, həmin özəl şirkətlər binaların idarə edilməsinə iştirak eləsin. Yəni bu tipli səlahiyyətlər nəzərdə tutulubdur. Ancaq məcəllə hələ ki tam işləmir. O baxımdan ki, bugün bizim
el arasında JEK dediyimiz mənzil istismar sahələri hələ ki fəaliyyət göstərir. Baxmayaraq məcəllə 3 ildir qəbul edilib. Bu mislərin hüquqi statusu yoxdur və buna baxmayaraq onlar fəaliyyət göstərir. Buna görə də bu mislərin fəaliyyət göstərməsi bir növ bələdiyyələrin fəaliyyət göstərməsində problem yaradır. Yəni bələdiyyənin öz səlahiyyətlərini həyata keçirməsinə imkan vermir. Bu baxımdan mənim fikrimcə bu gün məsələn, biz qeyd edə bilərik ki, bələdiyyənin kifayət qədər səlahiyyətləri var, amma biz araşdırsaq, hardasa bir 20-23 səlahiyyəti var və bu səlahiyyətin bəlkə də biri, ikisi bələdiyyənin müstəsna səlahiyyətidir. Qalan səlahiyyətlər müvafiq qurumlarla, mərkəzi hakimiyyət qurumları ilə üst-üstə düşür və buna görə də bu üst-üstə düşmə prosesində təbii ki, mərkəzi hakimiyyət orqanları üstün mövqeyə malik olduğuna görə bu işi həmən qurumla həyata keçirir. Paralel səlahiyyətlər yaranır. Bəli. Ona görə də təşəkkür edirik ətraflı izahınıza görə. Rəcəb müəllim, sizin də bu sahə ilə bağlı apardığınız tədqiqatlar var və bununla bağlı əldə olunan təcrübədən irəli gələn fikirlərinizi dəyərli seyircilərimizə, sevimli seyircilərimizə bir neçə kəlmə deyə bilərsiniz. Rəsmən mən səlahiyyətlərin deməli verilməsi ilə bağlı fikri davam etdirərək bildirmək istəyirəm ki, doğrudan da Sami müəllim qeyd elədiyi kimi təxminən 23-ə yaxın olan həmən səlahiyyətlərin deməli müstəsnalığına baxanda görürsən ki, həqiqətən də bələdiyyənin sırf həyata keçirə biləcəyi hər hansı bir səlahiyyət onun əlində tam deyildir. Halbuki bələdiyyələrin statusu haqqında qanunda bildirilir ki, orada ümumi məlumatlar verilir. Bələdiyyələr yerli, iqtisadi, sosial, ekoloji məsələlərlə deməli məşğul ola bilərlər. Amma eyni zamanda həmən o iqtisadi, ekoloji, sosial məsələlər olan hissələrdə dövlətin ayrı-ayrı qurumları da fəaliyyət göstərir ki, məhz bu da səlahiyyətlərin deməli müstəsnalığına gətirib çıxardır. Biz dəfələrlə hazırladığımız sənədlərdə, həm mərkəz olaraq, həm alyans olaraq hazırladığımız sənədlərdə və iştirak etdiyimiz görüşlərdə vurğulamışıq ki, bələdiyyələrin indiki hal-hazırda deməli, belə deyək də, həm onların, həm digər dövlət qurumlarının sayılan səlahiyyətləri, həm gələcəkdə onlara verilə biləcək səlahiyyətlərin sərhədləri tam dəqiq olmalıdır. Yəni, bu sərhədlərin çərçivəsində onlar hansı fəaliyyətləri görəcəklərsə, bu birbaşa bələdiyyənin səlahiyyətində olmalıdır. Digər kənar qurumların bura müdaxiləsi, hər hansı başqa məsələlər aradan qaldırılmalıdır. Əslində xartiya, yəni yerli özünlər haqqında Avropa xartiyasının özü də bunu, yəni orada müvafiq olaraq konkret o subsidiarlıq maddəsi özü bunu təsbit edir ki, yəni bələdiyyələrə verilən səlahiyyətlər müstəsna olmalıdır. Yəni siz dediyiniz kimi paralellik təşkil etməməlidir. Təşəkkür edirəm hər iki ekspertimizə, sevgili izləyicilər. Bu növbəti bir sualım var Samir müəllimə. Samir müəllim, bələdiyyələrin hüquqi şəxs yaratmaq statusunun haqqında istəyərdim bir qədər. Vaxtımız düzdür, məhduddur, bir qədər qısa şəkildə buna hökmən toxunmaq lazımdır. Çünki hal-hazırda yoxsulluğun azaldılması məsələsində bələdiyyələrin əhaliyə daha yaxşı, keyfiyyətli xidmət göstərməsi üçün onların belə strukturlar yaratmaq, yəni xidmət strukturları özəl sahədən əlavə bələdiyyənin də rəqabətlilik səviyyəsində xidmət strukturlarını təşkil eləməsi çox önəmli bir haldır. Lakin çox təəssüflər olsun ki, Azərbaycan bələdiyyələrində bu praktika, yəni bu təcrübə həddən artıq zəifdir. Buyurun. Ümumiyyətlə, bələdiyyələrin biz maliyyə qaynaqlarını araşdırsaq, yəni gəlir mənbələrini araşdırsaq, 4 vergi növü var və bu vergi növlərdən biri də bələdiyyə mülkiyyətində olan müəssisənin mənfəətindən əldə olunan gəlir. Yəni bu deməkdir ki, bələdiyyə əgər müəssisə yaradacaqsa və o müəssisə gəlir işləyəcəksə və o mənfəət vergisi verəcək bələdiyyə və bu da bələdiyyə büdcəsinin artmasına gətirib çıxaracaq. Amma digər tərəfdən Azərbaycanda araşdırma aparsaq görək ki, çox təəssüf bələdiyyə müəssisələrinin yaradılması tendensiyası çox zəif gedir. Çox az bələdiyyə müəssisələri var. Məsələn, bizim özümüz bir layihə keçiririk.
İqtisadi Təşəbbüslər Yardım İctimai Birliyi və Aran Humanitar Təşkilatı birgə bu kənd yerlərində əhalinin içməli suya əlçatanlığının artırılması və bu prosesi, xidməti biz yəni bələdiyyələrin yaratdığı müəssisələr vasitəsilə həyata keçirilməsini həyata keçiririk. Yəni bələdiyyə müəssisə yaradır və bu müəssisə hüquqi şəxs statusu daşıyır və əhaliyə xidmət göstərir. Məhdud məsuliyyətli cəmiyyət yaradır. Bəli, məhdud məsuliyyətli cəmiyyət və burada artıq bələdiyyə bir növ orada nəzarət edici funksiya rolunu oynayır. Burada münasibətlər, hüquqi münasibətlər qurulur MMC, bələdiyyənin MMC-si ilə deməli əhali arasında və o müəyyən bir su xətləri çəkir və əhali sudan təmin edilir və sudan istifadəyə görə müəyyən bir tarif sistemi var. Tarif sistemi, yəni Azərbaycan qanunvericiliyi buna imkan verir və su haqqı yığır və həmin vəsaiti də yenidən su xətlərinin gələcəkdə təmirinə və yaxud infrastrukturun genişlənməsinə tətbiq edir. Yəni bu bir modeldir. Bu mərkəzi Aran regionunda bu tətbiq edilir. Tərtər, Ağcabədi, Bərdə və kifayət qədər uğur qazanır. Yəni bu tipli yəni layihələr, bu tipli modellərdən bələdiyyələr istifadə etməklə digər sahələrdə də məsələn öz fəaliyyətlərini genişləndirə bilərlər və bu həm bələdiyyələrin sosial xidmət göstərmək imkanlarının artmasına gətirib çıxara bilər, həm bələdiyyələrlə əhalinin münasibətlərinin yaxşılaşdırılmasına, son nəticədə əhalinin bələdiyyə inamının artmasına və təbii ki, bələdiyyələrin maliyyə imkanının artmasına və maliyyə imkanı təbii ki, yüksək olan bələdiyyə də əhaliyə yəni istədiyi keyfiyyətli xidmət göstərə biləcək. Tamamilə doğrudur, daha yaxşı xidmət edə bilər. Buyurun, Rəcəb müəllim. Mən bu məsələnə bağlı qısaca bir məsələyə toxunmaq istədim. Bizim yaxınlarda bir tədqiqat oldu bununla bağlı. Məsələn, biz bələdiyyələrdən öyrənmək istədik ki, onları kənd təsərrüfatında iştirak etmə imkanları nə dərəcədədir və sonunda belə tədqiqatın sonunda belə bir qənaətə gəldik ki, bələdiyyə nəzdində kənd təsərrüfatına xidmət göstərə biləcək, tutaq ki, heyvandarlıq istiqamətində baytarların və kənd təsərrüfatının torpağın becərilməsi ilə bağlı aqronomun necə deyək bir ştat vahidi kimi orada yaradılması və onların mütəmədi olaraq həmən bələdiyyənin ərazisində olan fermerlərə, yerli sakinlərə xidmət dəstək göstərməsi çox uğurlu variant kimi olardı. Burada həm bələdiyyənin uçuşu var, həm dövlətin siyasətində uyğun olaraq əlavə iş yerlərinin artması məsələsi var, həm kənd cəmaatının məsəl qazanması məsələsi var ki, biz orada bir çox misallara deməli şahid olduq ki, tutaq ki, kəndli baytar məsələsi ilə bağlı gəlib rayon mərkəzində və hər hansı bir kənd, digər başqa bir kənddən gəlib onu ora aparmaq kifayət qədər geniş xərc tələb eləyir və bu da nəticədə ona ziyanı bahasına başa gəlir. Və mən deməkdə məqsədim budur ki, bu kimi xidmət vasitələrini, bu kimi deməli MMC formasında istər digər formalarda tətbiq eləmək, həyata keçirmək. Əslində tamamilə çox maraqlı mövzudur. Yəni maraqlı sahədir. Bələdiyyə o sahədə, tutaq dediyin sahədə heç kəs əlini qabaq vermir. Sadəcə elə bələdiyyələr var ki, bunlar sözün həqiqi mənasında tənbəllik eləyirlər. Yəni ver yeyim, ört yatım. Belə bir məsələ var. Bununla bağlı qanunvericilikdə də xeyli təkmilləşdirmə, improvementdə təkmilləşdirmə həyata keçirilibdir. Yəni qabaq tutaq ki, qeydiyyat məsələləri, hüquqi şəxsin qeydiyyat məsələləri həddən artıq çətin idisə, bugün asanlaşdırılıbdır. Yəni ərazi vergilər idarəsi vasitəsilə istənilən hüquqi bir həftə ərzində hüquqi şəxsi qeydiyyatdan keçirə bilər və xüsusilə də əgər bələdiyyə hüquqi şəxsi bələdiyyə təşəbbüs göstərirsə, bu hüquqi şəxsin həyata keçirilməsi, bu hüquqi şəxsin yaradılması məsələsi daha aktual olur gündəmdə. Və mənə elə gəlir ki, indiyənə qədər əldə olunan həmin, az da olsa həmin təcrübədən yararlanaraq Azərbaycanın ərazisində olan fəaliyyət göstərən bələdiyyələr məhz bu imkandan, qanunlarımızın yaratdığı, dövlətin yaratdığı bu imkandan istifadə edərək yerli əhaliyə daha yaxşı xidmət göstərə bilərlər. Düzdürmü? Bəli, mən sizinlə razıyam. Yəni mənə elə gəlir bələdiyyələr də Azərbaycan əhalisidir, Azərbaycan vətəndaşlarından təmsil olunur. Yəni bələdiyyələrə ayrıca bir qurum kimi baxmaq, yəni bir növ arzu olunmaz bir qurum kimi baxmaq yaxşı deyil. Buna görə də onlara səlahiyyət verilməlidir və etibar olunmalıdır. Yəni çünki bələdiyyələr mən əminəm ki, əgər səlahiyyətlər verilərsə,
onlar bu işin öhdəsindən gələcəklər. Yəni mən buna tam əminəm. Ona görə də çox istəyərdim. Biz müzakirələrdə də müxtəlif millət vəkilləri ilə və yaxud da digər dövlət qurumları müzakirələrdə də bunu deyirik ki, siz bələdiyyəyə heç olmasa bir addım atın bələdiyyə tərəf. Bir səlahiyyət verin. Əgər bir problem olsa artıq yəni biz deyərik ki, yox, bələdiyyə bunun öhdəsindən gələ bilər. Ona görə də bələdiyyə səlahiyyət verilməlidir, ona uyğun maliyyə imkanları verilməlidir. Bu gün məsələn 2012-ci ildə 5.7 milyard həcmdə dövlət layihələri həyata keçirir, investisiya, yəni kifayət qədər böyük layihələrdir, ölkənin inkişafına bağlı, digər məsələlərdən bağlı. Həmin layihələrin həyata keçirilməsində bu gün bələdiyyələr iştirak eləmir. Yəni bələdiyyələr iştirak olunsa belə bu bələdiyyələrə belə deyək, bələdiyyələr öz vəsaitləri hesabına bu işi görür. Halbuki layihə vəsaitindən bələdiyyə heç nə. Bəli, halbuki əgər bələdiyyə qurumu hər hansı bir layihə, dövlət layihəsini cəlb edilirsə, mütləq həmin görüləcək işə uyğun vəsait ayırmalıdır. Amma bütün işlər bələdiyyə tərəfindən görülür. Bu gün regionlara baxırıq. Kifayət qədər məsələn biz Bərdə rayonu, Yevlax rayonu, məsələn ətraf rayonlara baxırıq. Kifayət qədər mərkəz əraziləri kifayət qədər işlər görülür. Və bunlarda bu işlərin görülməsində bələdiyyələrin misilsiz xidmətləri var. Ancaq çox təəssüf ki, bələdiyyələrin bir çox hallarda adları getmir və onlara hər hansı bir maliyyə yardım verilmir ki, onlar bu işi görsünlər. Çox sağ olun. Çox təşəkkür edirik. Dəvətimizi qəbul edib verilişimizə gəldiyiniz üçün hər ikinizə minnətdarlığımızı bildiririk. El Televiziya şirkətinin rəhbərliyi və kollektivi adından sizin hər ikinizə öz minnətdarlığımızı bildiririk. Təşəkkür edirik. Çox sağ olun, təşəkkür ederim. Belə, əziz tamaşaçılar, bununla da bizə ayrılan vaxt sona çatır. Bizə ünvanlanası təklifləriniz və o cümlədən verilişimizlə bağlı rəy və fikirlərinizi bələdiyyə @ltv.az elektron poçt ünvanına göndərə bilərsiniz. Bundan başqa bizim telefon nömrəsi də var və həmin telefon nömrəsi vasitəsilə, mobil telefon nömrəsində diqqətinizə çatdırım ki, həmin nömrə vasitəsilə də sizi maraqlandıran inkişaf yolunda verilişinin mövzularına uyğun, maraqlanan məsələlərlə bağlı müraciət edə bilərsiniz. 055 227 6606 mobil telefon vasitəsilə siz sizi maraqlandıran suallarla bağlı öz müraciətinizi edə bilərsiniz. Bununla da verilişimiz sona çatır. Sağ olun, sağlıqla qalın. Növbəti verilişi izləməyi unutmayın.